Ayaz müəllim, sizə bir sualım var mənim. Vətən müharibəsi 2-ci qrup əlil bir gözünü itirən adamın ailəsi, az yaşlı evlatları hal-hazırda soyuqda qalır. Necə olur ki, Zaqatala rayonunun girişində Şimşək adlanan yerdə Pərzivan dağının üstündən 2 kilometr məsafədə Xaçmazlıların fındıq zavodunu qazlaşdırmasından məşğulsan. Qazlaşdırma demirəm. Bizi də nəzərə al. Vətən müharibəsi əliliyəm. Cənab Ali Başkomandanın bu haqda çıxışı var. Xahiş edirəm, nəzərə al. Mənim evimin qazlaşmasını həyata keçir. Axşamınız xeyir olsun. Mən Vətən müharibəsi əlili Mazana Nurlan Ramazanoğlu. Buradan müraciətimi Cənab Ali Başkomandan İlham Əliyevə çatdırmaq istəyirəm. Mən özüm Cəmşid Naxçıvan qadını hərbi liseydə təhsil almışam. Oranı bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini fərqlənməklə bitirib Türkiyə Cumhuriyyətində təhsilini davam etdirmişəm. Xidmətimi Türkiyə Cumhuriyyətində bitirdikdən sonra, oranı da fərqlənməklə bitirdikdən sonra, hal-hazırda həmin sertifikat da buradadır, bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətini davam etdirmişəm. Demək olar ki, xidmətimin bütün illərini ön xətt hərbiçilərində keçirmişəm. 2018-2019-cu ildə xidməti yaxşı təşkil etdiyimə görə məni Əfqanistan İslam Respublikasına NATO Silahlı Qüvvələrində xidmət etmək üçün göndərilmişəm. Orada Amerika kurslarını keçmişəm, İngiliz dilində kurslara qatılmışam, vətənimi orada təmsil etmişəm, 42 dövlətin içində. Oradan qayıtdıqdan sonra xidmətimi Ağzabəddə en sayılı hərbiçidə davam etdirmişəm və 27 sentyabr 2020-ci ildə Silahlı Qüvvələrin daxilində bir komandir olaraq Vətən müharibəsinə qatılmışam. Vətən müharibəsində iştirakımı yüksək səviyyədə yerinə yetirmişəm. Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Bir gözümü itirmişəm. Başım, bədənim qəlpə yaraları ilə doludur. Başımda, bədənimdə qəlpələr hələ də qalmaqdadır. Hal-hazırda Vətən müharibəsi 2-ci qrup əlillər. Maddi vəziyyətimin və ailə vəziyyətinin ağır olduğunu, özümün ağır yaralandığıma görə Cənab Ali Başkomandan, Cənab Prezident İlham Əliyev tərəfindən verilən tapşırığa görə Əmək və Əhalinin Sosial Nazirliyi tərəfindən xüsusi evlə təmin olunmuşam. Xüsusi evlə təmin olunduqdan sonra ailəmi götürərək burada yaşamağa başlamışam. Demək olar ki, bir ilə yaxındır mən Zaqatala rayonun qaz idarəsinin müdürü Azər müəllimə dəfələrlə müraciət etmişəm, yanında olmuşam. Mənə bu ay, gələn ay narahat olma çəkəcək sözlərini vəd edərək məni yola salmışdır. Bu minvanla axır nəticə gəlib bu qış ayına çıxmışıq. Dekabr ayında mən yenidən müraciət etdim. Dedi ki, bir həftəyə işləriniz həll olunacaq. Həftənin 2-ci günü narahat olma, gələrsən, sənədləşdirib başlayacaq qaz çəkilişinə, evin qazdan təmin olunacaq. Əlbəttə ki, bu soyuqlar düşməsinə görə burada yəni odun tədarüküm də olmadığına görə mən elektrik vasitəsindən istifadə edirəm. Buna da gücüm çatmır aylıq ödənişinə. Mən müraciət elədim Azər müəllimə ki, soyuqdur, uşaqlar soyuqda qalır. 2 dənə körpə evladım var. Onlar soyuqda, mən soyuqda, ailəm soyuqdadır. Mənə dedi ki, mən məzuniyyətdəyəm, məni narahat etmə. İstirahat vaxtımdır. Dedim, mən Vətən müharibəsi əliliyəm, Azər müəllim. Xahiş edirəm, nəzərə alasınız. Cənab Ali Başkomandanın tapşırığına görə bunu yerinə yetirəsiniz. Ki, Cənab Ali Başkomandan İlham Əliyev tərəfindən tapşırıq verilib bütün dövlət qurumlarına ki, bizə dəstək göstərilsin, xüsusi diqqət göstərilsin. Ancaq bu idarə müdürü, mən istirahətdəyim, məni narahat etmə, yanvar ayının axırı mən işə çıxacam, ondan sonra baxarıq kəlmələrini işlədir. Xahiş edirəm sizdən, Cənab Ali Başkomandan. Bu qış günündə mənim evlatlarım, mənim ailəm soyuqdadır. Hara müraciət edirəm, bir xeyri yoxdur, müsbət bir cavab ala bilmirəm. Sizin tapşırığınızla tikilən bu ev hələ də qazlaşdırılmayıb. Mənim müraciətlərimə baxmayaraq qazlaşdırılmayıb. Sizdən mənə kömək etməyinizi xahiş edirəm. Mən Azər müəllimin 050 845 94 21 nömrəli
telefondan, nömrəsinə zəng edərək danışmışam. Bugün də danışmışam bir neçə saat bundan qabaq ki, Azər müəllim, soyuqdadır mənim evlatlarım, buna nə tədbir görürsünüz? O isə cavabında, sən qazisən, mən də Vətən müharibəsi iştirakçısıyam deyərək bu şəkli göndərib mənə ələ salır. Belə şey mi olur? Azər müəllim, sizə sualım var, ay Azər müəllim. Siz Vətən müharibəsi əlli, bir gözünü itilmiş, başı bədəni qəlpə ilə dolu olan Vətən müharibəsi əlinin ailəsi, evlatları soyuqda qala-qala qazlaşdırmırsınız. Necə olur? İcazəsiz, qanunsuz olaraq Zaqatala rayon girişində Şimşə adlanan yerdə Pərzivan dağının üstündən Xaçmazlıların sexini nəyinsə müqabilində hal-hazırda da çəkilişi gedir onun. Qaz çəkilişi ilə məşğulsuz. Belə şey mi olur Azər müəllim?